Allah sana gör ne diyor Kur'an-ı Kerim'de? Kul innel khasirinellezine khasiru enfusahum ve ehlihim yevmel kıyame ele zâlike huvel husranul mubin. De ki, həqiqi husran içərisində olan ziyan çəkənlər özlərini və ailələrini ziyana uğradanlardır. Açıq aydın ziyan da budur. Özün də, ailə də, uşaq da. Hətta elələri var ki, görürsən, Allaha ibadət və itaat eləmək istəyir. Ata qoymur, ana qoymur. Allah'tan qorx. O Rəbbin quludur. Sən də Rəbbin qulusan. Sən öz həyat missiyanı yerinə yetirməsən, o yetirmək istəyir, ona da mane olma. Əgər sən bugün evlada və ya ailəyə başını bağlamağa mane olsan, namaz qılmağına mane olsan, onun ziyanı dünyada da, ahirətdə də sənə qaydacaq. Və o evlad bir gün sənə ağ olacaq. Baxmayaraq bugün sənə hörmət eləyir. Onun qəlbini idarə edən Allahdır. Muhammed sallallahu aleyhi ve sellem hədisdə bildirir ki, İnnə qulubə bəni Ədəm, həqiqətən Adəm evladlarının qəlbi Beynə usbu'eyni min asabi'ir-Rahman, mərhəmətli Allahın barmaqlarından iki barmaq arasındadır. Yuqallibuha keyfə yaşa, istədiyi kimi çevirir. Çevirər o evladın qəlbini, hətta sənə əl də qaldırar. Hətta sənə küfür də eləyər, hətta səni söyə də bilər. Eləmə, Allah'tan qorx, qoy Allaha ibadət eləsin, qoy xeyir əhlinin yolunu tutsun, qoy hicab bağlasın.